Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Sizlərə yanvar ayında açılacaq olan tarix qrupumuz haqqında, MIQ sertifikasiya üzrə nəzərdə tutulan qrup haqqında tam ətraflı məlumat təqdim edəcəyəm. Hörmətli müəllimlər, yanvar ayının 6-sından etibarən tarix fənni üzrə MIQ sertifikasiya hazırlıqlarımızın ilk dərsi başlayacaq. Qeydiyyat prosesimiz davam edir. Və çox vaxt yanvar ayının 10-na qədər qeydiyyat davam edir maksimum. Bəzənsə daha tez, bəzən qeydiyyat ilk dərsimiz başlayana qədər başa çatır. Bununla əlaqədardır ki, artıq qrupda yerlər tamamilə dolmuş olur və biz daha sonradan qeydiyyata kimisi ala bilmirik. Məcbur qalıb həmin müdavim növbəti ayı gözləyir. Daha sonraki qrupu gözləmək məcburiyyətində qalır. Ona görə də kimlər ki bizimlə yanvar ayından etibarən MIQ üzrə, sertifikasiya üzrə tarix fənnindən hazırlıq keçirmək istəyirsə, bu prosesə başlamaq istəyirsə, gec olmadan bizə müraciət etsin. Çünki artıq yanvar qrupumuza müəllimləri qəbul edirik, etməkdəyik. Lakin qrup dolduqdan sonra artıq biz bu prosesi həyata keçirə bilməyəcəyik. Qrupun fəaliyyətini dayandıracağıq və fevral qrupuna elan verəcəyik. Dərslərimiz nə formatda təşkil olunur, hansı sistemdən təşkil olunur, tənzimlənir? Deməli, hörmətli müəllimlər, dərsin keyfiyyətinin ən yüksək formada təmin olunmasını həyat keçirə bilməkdən ötürü dərslərimizi Zoom platforması vasitəsilə həyat keçirirəm. Yəni, bəzən bir çox müəllimlər olsun, təlimçilər olsun, müəyyən sistemlərlə, məsələn, tutaq ki, ancaq sayt sistemi ilə, YouTube sistemi ilə və s. dərslərini həyat keçirirlər və hamısını atırlar bunun üzərinə. Müəllim canlı formada dialoqdan kənarda qalır və yaxud müəllimə fərdi yanaşılmır. Bu doğrudan da nəticə yaratsa da mən inanmıram ki, bu çox yüksək keyfiyyət yarada, yüksək nəticə yarada. Çünki hazırlıqda olan bir müdavimə fərdi yanaşılmalıdır deyə düşünürəm. Təbii ki, biz YouTube-dan da istifadə edəcəyik dərslərimizdə. Kurikulum saytını tətbiq edirik. Digər lazım olan bütün informasiya vasitələrindən istifadə edirik və etməkdəyik. Lakin bununla yanaşı biz Zoom-dan da istifadə edirik. Yəni, müəllimə konkret olaraq mən bir dərs ərzində 40-50 və daha artıq sual ünvanlayıram, müəllim mənə cavab verir və 1-90 dəqiqə ərzində 2000-3000 sual-cavab prosesindən təşkil olunur dərslər. Deməli, yanvar qrupumuzun bizim dərslərimiz həftədə 3 dəfə, 2-ci, 4-cü və 6-cı günlər saat 18:00-dan 19:30-a qədər, yəni 90 dəqiqə ərzində təşkil olunacaq. Dərslərin prosesi nə formatdadır? Məsələn, mövzumuz Qədim Romadır. Qədim Roma dərsinin ilk əvvəl Kurikulum saytında müəllim video izahını görəcək. Birinci cümləsindən axırıncı cümləsinə qədər dərsin izahına baxacaq. Daha sonra Qədim Roma üzrə ayrılmış olan mənim tərtib etmiş olduğum MIQ sertifikasiya formatında testləri işləyəcək. Daha sonra dərsə tam hazır olacaq, çünki video izaha baxacaq, kitabdan oxuyacaq, testimi işləyəcək, dərsə hazır olacaq. Və müvafiq olaraq da həftənin hansısa günündə Zoom dərsimizdə, 2-ci, 4-cü, 6-cı günlərdən birində Zoom dərsimizdə mənə cavab verəcək. Mən müəllimə sual verəcəm, müəllim cavab verəcək. Mən sual verəcəm, cavab verəcək. Normalda bir müəllimin sual payı 40-50 və daha artıq olur. Və 90 dəqiqə ərzində 2000-3000 sual-cavab və daha artıq sual-cavab prosesi ilə təşkil olunur dərslər. Mən müəllimə, məsələn, Züleyxa müəlliməyə sual verirəm, Züleyxa müəllimə cavab verir. Kənardan hər hansı bir səs, başqa müəllim səsi açıb müdaxilə etməsi imkanı yoxdur, bu şəraiti yaratmıram. Başqa bir müəllimə də sual verdiyim zaman o cavablandırır ki, ümumiyyətlə Zoom dərsində mən icazə vermirəm ki, səsküy olsun, anarxiya olsun, xaos olsun və s. Və hətta biz Zoomda etdiyimiz sual-cavabı da ekran kaydedib həmin qrupun qovluğuna yerləşdiririk ki, yanvar qrupunun müəllimləri təkrar edilmiş olan sual-cavabı baxsınlar. Çünki mənim bir çox müdavimlər içərisində elələri var ki, işləri çoxdur. Məsələn, dərsə qoşula bilmir. Elələri var ki, yüklü surətdə abituriyent hazırlığı ilə məşğuldur. Məcbur qalıb dərsləri, testləri, Zoomda edilən sual-cavabları Kurikulum saytından baxsın.
Ola bilər ki, kimlərinsə vacib işi çıxsın, ad gün olsun, toy olsun, Allah eləməsin, yas olsun, xəstəxana işi olsun və s. Belə problemlərdə dərsə qoşula bilməyən müəllimləri də nəzərə alaraq Zoom-da edilmiş dərsi ekran kayd edirik ki, daha sonradan izləyə bilsinlər. Deməli, müəllim üçün hər zaman üçün əl çatan mövqe nədən ibarətdir? Dərsin video izah hissəsi, test, Zoom-da edilən sual-cavablar. Canlı formada, aktiv formada sual-cavabda iştirak edən müəllimlər əlbəttə ki, onlar aktiv olaraq sual-cavabda iştirak edirlər ki, mən sual verirəm, müəllim cavab verir. Dərslərə hazırlıqlarına görə, müəyyən problemlərə görə vaxtında qoşula bilməyənlər də daha sonradan izləyə bilirlər. Və onu qeyd edim ki, mənim yanaşmama görə dərsin ağırlıq hissəsi əgər 100%lik şkala ilə qiymətləndirilsə, onun 60%-i testin üzərindədir. 40% isə düzgün sual-cavab üzərindədir. Mən heç bir zaman müəllimə qədim Romada imperiya nə zaman yaranıb sualını vermirəm. Çünki müəllim buna görə hazırlığa müraciət etməli deyil. Müəllim onu bilir. Bu abituriyent sayığı sualdır. Mən abituriyent sayığı suallar vermirəm müdavimə hazırlıq zamanı. Çünki nə gərək var ki, maddi mənəvi əziyyət çəksin müdavim. Bundansa elə özü oxuyardı da, özü çalışardı. Biz həmin o xırdalıqlara diqqət yetirəcəyik ki, hansı ki onlar potensial olaraq müəllimlərin işə qəbul imtahanında və yaxud sertifikasiya imtahanında tətbiq olunur. Məsələn, Oktavian Avqust senatının səlahiyyətlərini məhdudlaşdıraraq Roma imperatoru olub. Bu senatın səlahiyyətlərinin məhdudlaşdırması müəllimin fikrindən qaça bilər. Lakin eradan əvvəl 27-ci il imperiyanın yaranması abituriyent sayığı sualdır. Bunu vermək düzgün deyil. Və s. Yəni testlərimiz olsun, sual-cavab formatımız olsun. Bunlar hamısı MİQi və sertifikasiyanı tam olaraq əhatə edir ki, müəllim bir neçə ay ərzində bunlara hazırlıq getdikdən sonra artıq müəllimlərin işə qəbul imtahanı və yaxud sertifikasiya imtahanına tam hazırlıq olur. Həftədə 3 dəfə 2, 4, 6-cı gündə saat 18:00-da başlayırıq. Dərslər Zoom üzərindən və Kurikulum Az saytı vasitəsilə həyat keçirilir. Dərslərin video izahları, testlər, Zoom-da edilən sual-cavablar və digər materiallarla əhatələnir. Proqram may ayının 25-də yekunlaşacaq. Yanvar ayının 6-sından etibarən başlayırıq. 50 mövzudur, 50 video izah təqdim olunacaq müdavimə, 70 mövzu sınaq imtahanı, 40 ümumi sınaq imtahanı, 40 bölmə sınaq imtahanı, 15 xəritə sınaq imtahanı, yenilikləri, ziddiyyətləri və sosial-iqtisadi mədəni məsələlərlə bağlı olan məqamlarınsa əlavə testləri, əlavə dərsləri və əlavə sual-cavabları da olacaq. Və biz may ayının 20-sində, 25-də maksimum proqramı tam yekunlaşdırdıqdan sonra biz konkret olaraq bir ay müddətində tam təkrar prosesini hər gün keçəcəyik ki, biz axırda tam möhkəmləndirməyi bacaraq ki, imtahanda gedib yüksək nəticə əldə edə bilək. İllərdir ki, bu sahədə çalışıram. Artıq 5 ildir ki, peşəkarcasına müəllimlərin işə qəbul imtahanı, sertifikasiya imtahanından məşğul müəlliməm. Özüm də 2023-cü ildə müəllimlərin işə qəbul imtahanında respublika ikincisi olmuşam. Hər ildə MİQ imtahanlarına düşən suallarla tanış oluram, iştirak edirəm və yüksək nəticə əldə edirəm. 2024-cü ildə müdavimim respublika birincisi olub, 2025-ci ildə müdavimim respublika üçüncüsü olub və müəllimlərin işə qəbul imtahanında istifadə olunan testlərlə mənim tərtib etmiş olduğum testlər həddindən artıq çox yaxın bənzəri testlərdir ki, bu testlərin alternativi yoxdur. Yəni, bunu mən yuxarıdan gəlmişdik və yaxud da ki, qeyri-təvazökarcasına səsləndirmirəm. Bu reallıqdır. Tarix ictimaiyyətinin əksəriyyəti bunu bilir ki, bu kontekstdə testlər MİQ-də sertifikasiya tətbiq oluna biləcək potensial testlərdir ki, bunu tərtib edən ya müəlliflərin sayı yoxdur və yaxud da ki, varsa da 1-2%-dir. Bizim tərtib etmiş olduğumuz testlər və yaxud bizim etdiyimiz sual-cavab formatı imtahan prosesini tam olaraq dəstəkləməkdədir ki, müdavimlər bundan yararlanaraq imtahanda yüksək nailiyyət əldə edə biləcəklər. Yəni, qısacası bir sözlə tərtib etmiş olduğumuz testləri və etdiyimiz sual-cavab formatından istifadə edən müəllimlər gedib yüksək nəticə əldə edəcəklər. Qeydiyyat prosesimiz davam edir. İlk dərsimiz yanvar ayının 6-sında. Hər birinizə uğurlar.